15 ixtisas seçim imkanı olduğuna görə hər hansı birinə qəbul olur. Lakin aşağı ballı, yəni minimum ballı abituriyentlərdə isə bu proses çox ciddi şəkildə həyata keçirilməlidir. Lakin bu prosesi də abituriyent özü həyata keçirə bilər və necə həyata keçirilməlidir? Bu videoda elə bundan danışacağam. İkinci müddəyə nəzər yetirək, ixtisasların illik plan yerləri və rəqabət səviyyəsini analiz etməlidir. Bəli, bu da elə bal uyğunluğunun sonrakı mərhələsidir demək olar. Öz maraq və qabiliyyətlərini düzgün qiymətləndirməlidir. Bu üçüncü müddəanın üzərində xüsusilə qalmaq istəyirəm və sonra bir abituriyent ixtisas zamanı hansı ardıcıllığı həyata keçirməlidir, nə etməlidir, bu barədə danışacağam. Öz maraq və qabiliyyətini düzgün qiymətləndirməlidir. Bu nə deməkdir? Misal üçün, bəzən abituriyent ixtisas seçimi edir özü müstəqil şəkildə və müşahidə etmək olur ki, onun seçdiyi 15 ixtisasdan